Salamlar. Bugünkü dərsimiz bitkilər aləmindən ibtidai bitkilər olan yosunlar haqqında məlumat alacağıq. Yosunlar ibtidai bitkilərdir. Bilirik ki, bitkilər aləmi ali bitkilər və ibtidai bitkilər olmaqla iki yerə bölünür. İbtidai bitkilərə yalnız və yalnız yosunlar aiddir. Ali bitkilərə isə iki yerə bölünür. Ali sporlu bitkilər, bir də ali toxumlu bitkilər. Gəlin baxaq, ali sporlu bitkilərə mamırlar və qıcıçimlər aiddir. Qıcıçimlərin içərisində planlar və qatırquyruqlu kimlər də gedir. Onlar ona görə ali sporlu bitkilərdir. Ali toxumlu bitkilər isə çılpaq toxumlar və örtülü toxumlar olmaqla iki yerə bölünür. Hazırlıq müəllimimdən öyrəndiyim bir cümlə ilə bunların növ sayının artması sırasıyla daha yaxşı bu cümlə ilə yadda saxlamaq olar. Çingiz qoça minmə, yıxılarsan ölərsən cümləsində Çingiz çılpaq toxumlular, Q qoça, yəni Q qıcıçimlər, minmə mamırlar, yıxılarsan yosunlar və ölərsən isə örtülü toxumlardır. Bilirik ki, ən az növ sayına malik çılpaq toxumlulardır ki, bunların cəmi 750-yə qədər növü var. Sonra qıcıçimlərdir, bunların 11500-ə qədər növü var. Sonra mamırlardır, 25000-ə qədər növü var. Sonra yosunlardır, yosunların 55000-ə qədər növü var və örtülü toxumlardır. Biz bilirik ki, bitkilər aləminin ən çox növ sayına malik şöbəsi örtülü toxumlar şöbəsidir ki, bunların da 300.000-ə qədər növü var. Gəlin başlayaq yosunlardan. Yosunlar bildik ki, ibtidai bitkilərdir. İbtidai bitkilər deyəndə, yəni biz onu kiçik kimi nəzərdə tutmuruq. İbtidai bitkilər deyəndə, yəni ixtisaslaşmamış orqanları olmur. İxtisaslaşmış orqanları olmur daha doğrusu. Yəni bunlarda ixtisaslaşmış orqanlar deyəndə, yəni kök, gövdə, yarpaq, çiçək, toxum, meyvə heç biri yoxdur. Yəni nə vegetativ, nə də generativ orqanları olmur. Yosunlar özləri dedik ki, bir hüceyrəli və çox hüceyrəli olmaqla iki yerə bölünürlər. Bugünkü dərsimizdə bir hüceyrəli yosunlar haqqında məlumat alaq. Bir hüceyrəli yosunlar xlorella, xlamidomonada və plevrakok yosunudur. Xlorella yosununun quruluşunu nəzərdən keçirək. Şəkildə də gördüyü kimi bir hüceyrədən təşkil olunub xlorella yosunu və dairəvi formadadır, kürə formasındadır. Bir hüceyrəlidir. Sitoplazması, nüvəsi, yaşıl xromatoforu var. Hüceyrənin tərkibində nə varsa, yəni bu onun tərkibinə daxildir. Hüceyrə biz bilirik ki, nüvədən, sitoplazmadan və qılafdan təşkil olunub. Eləcə də xlorella sitoplazmadan, nüvədən və qılafdan təşkil olunmuşdur. Bunlar digər bitkilərə nisbətən günəş enerjisinin 12%-dən çoxunu istifadə edirlər, 12%-dən istifadə edirlər. Digər bitkilər isə günəş enerjisinin cəmi 1%-dən istifadə edirlər. Əsasən bunlar şirin sularda yaşayırlar. Bəzən torpaqda, ağacda da yaşayan nümayəndələr var. Bir hüceyrəli yosunların əsasən torpaqda yaşayan nümayəndəsi plevrakok yosunudur ki, plevrakok yosunu torpaqda nəm olan hissələrdə mühitdə yaşayır. Xlorella yosunu dedik ki, biz bunlar əsasən qeyri-cinsi yolla çoxalırlar və sadə bölünmə yolu ilə çoxalırlar. Sadə bölünmə zamanı isə bir xlorella yosunundan 4 və ya 8-ə yaxın hüceyrə əmələ gəlir. Yeni xlorellalar əmələ gəlir. Digər bir hüceyrəli yosunumuz isə xlamidomonada yosunudur. Şəkildə göründüyü kimi xlamidomonada yosunu biraz xlorella yosunundan daha mürəkkəb quruluşa malikdir. Xlamidomonada sözünün mənası paltar, monada sadə deməkdir. Yəni paltarlı yosun deməkdir. Bəzən testlərdə, test toplarında onun mənasını soruşanda paltarlı yosun kimi götürürük. Bir hüceyrəli yosundur. Bunlarda yəni hüceyrənin hissələri sitoplazması, nüvəsi, hüceyrə qılafı var. Bunlarda xlorella yosununa nisbətən daha yaxşı inkişaf elədiklərinə görə bunlarda bir cüt hərəkətə xidmət edən qamçılar var. İşığa həssas olan qırmızı gözlüyü var. Bunlarda hüceyrəsində hüceyrə vakolu var, şirə ilə yığılıb açılan 2 dənə xırda vakolu var və bunların xromatoforu kasa şəklində. Gördüyünüz kimi kasaya bənzəyir. Yaşıl hissə olan hissə xromatofordur ki, bu kasaya bənzəyir. Onların xromatoforu kasa şəklindədir. Sonra dedik xlamidomonada yosunu. Xlamidomonada yosununu burada baxaq ki, qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalma zamanı bir xlamidomonada yosunundan minimum 4, maksimum isə 8 yeni orqanizm əmələ gələ bilər.
Əsasən qeyri-cinsi çoxalma biz bilirik ki, əlverişli mühitdə baş verir. Cinsi çoxalma isə əlverişsiz mühitdə baş verir. Qeyri-cinsi çoxalmada baxdıq ki, bir ana hüceyrədən 4 dənə zoospor yarandı. Həmin o 4 dənə zoospordan isə 4 dənə yetkin xlamidiyummonada yosunu yarandı. Xlamidiyummonadanın quruluşuna baxsaq görərik ki, biz indi bir hüceyrəli canlıları keçəndə deyəcəyik Volvox koloniyasında armud şəkilli hüceyrələrə bənzəyir. Elə bil Volvox koloniyasının içərisində bir dənə hüceyrə xlamidiyummonada yosunu şəkildədir. Yəni armuda bənzəyir, 2 dənə də qamçısı var. Cinsi çoxalması isə əsasən əlverişsiz mühitdə gedir və 2 qamçılı qametlərin birləşməsindən ziqot əmələ gəlir. Ziqotdan isə ziqot əlverişsiz şəraitdə qışlayır və əlverişli şəraitdə isə mühitdə parçalanıb 4 ədəd yeni 2 qamçılı xlamidiyummonada yosunu əmələ gəlir. Yəni ziqotun qışlaması və ziqotun yaranması əlverişsiz mühitdə baş verir. Amma ziqotdan yeni canlıların yaranması isə yeni xlamidiyummonadaların yaranması əlverişli mühitdə baş verir. Bax, bu hissələrə diqqət eləmək lazımdır, çünki testlərdə bu hissələr düşür. Sonra biz bunu necə sistemləşdirə bilərik? 2 dənə qamet, 1 dənə ziqot əmələ gəlir, 2 dənə qametdən və 4 dənə cavan yeni xlamidiyummonada yosunu əmələ gəlir. Bu bir hüceyrəli yosunlarımız, çox hüceyrəli yosunlar haqqında isə gələn dərslərimizdə məlumat alacağıq. Bura qədər qeyd dəftərinizə yazsaz, özünüz bunu skrin eləyib oxusaz daha yaxşı yadınızda qalar.